Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Ayın 12-sində növbəti videola sizlərlə birlikdəyik. Bundan əvvəl çəkdiyim video hələ yüklənməyib. O video mumu qəlbləşdirmişik videosuydu, başlıq elək. Səhər-səhər 2 video çəkmişəm buradan. İşçiləri necə əkdik, suvardıq, bir dənəsi də yayınmayıb. Dünən fəslin ən isti günü olub. O isti gündə biz işçiləri yandırmadıq. Tutturduqsa torpağa, daha bunlara zaval yoxdur. Kaş bugün işçiləri əkərdik yerə. Bugün hava çox sərin olub, yağış yağıb, buludludur. Nə əksən biri yayınmaz. Tezdən axları çəkdim, 8 ağ xiyar əkmişik. 3 dənəsi hibrid, 4 dənəsi hibrid, 6 dənəsi yerli, 10 dənə xiyardır, 3 dənəsi də tez çıxan maş. Biz ona yer maşı deyirik. Ağaca dırmaşmır. Ancaq onu da öyrətmişik, o da artıq ağaca gedir. 3 dənədir. Onu indi çəkmişəm. Yarım saat bundan əvvəl. O bilər ancaq tezdəndən çəkilib. Hava sərin olduğuna görə torpaq belə qurumayıb. Üç gündür biçdiyim otlar təpimir, qurumur. O tərəfə getdikcə dağılıram, yabanı uzu ilə atıram. Təpik vururam, altın üstünə çevirirəm. Gün görməyib ki, qurusun. Yaşdır, yaş olanda da inəklər yaxşı girişmir. Soğanları dünən axşam çağ əkmişdik, ətrafına da mərkələri əkmişik, 3 tərəfdən mühasirəyə aldıq. Boş torpaq var idi, bunları bellədim. Tərxun iştiləkiblər, ətlas ola verib. Tərxundur, yarpızdır, nanədir. Deyir, yayılır hər tərəfə. 2, 4, 6, 8, 12, 14, 16 dənə tərxun iştiridir. Bu boş sahiyədə bir şey əkməliyik. Torpaq elə münbütdür ki, peyni töymüşük, uzun müddət qalıb, ölüb, köhnəlib, humus olub. Əvvəl quşlar oxuyanda xoşuma gəlirdi. İndi başıma düşür onların nəğmələri. Çox səs-səsə verirlər. Bir kirpi var, setkanın altını söküb hardansa gəlir həyətə. Əgər bizim çəpərin altını sökə bilirsə, halal olsun o kirpiyə. Bir gəliş qazıb bastırmışıq yeri aşağıdan. Bir məftil çəkmişəm ortadan bir, üstdən bir qala kimi eləmişəm həyəti. Ancaq bağımızın bir qismi də çəpərin o tərəfində qalıb. Payızda şəkər armud doluydu, çəpər aşmağa dərdindən çoxun yığmadıq, töküldü, bıça çıxdı. Fındıq eyni ilə, çox eləyib bu fındıq. Şəhətdə bir-iki yerdə fındıq var idi. Onlardan birincisidir bu. Üstündə bir neçə dəfə bir-ikisini görmüşəm. Qısır fındıqdır, cırdır. 2 dəfə də kəsmişik bütün qanatların, yenə qol qanad atıb. Əvvəl fındıq yolunun altından bir dərəcədən çox ot biçirdim. O tərəfdən fırlanıb keçirdim bu biri tərəfə.
Yamaç yeyilib, elə fındıq düz yarğanın üstündə. Hava daha da soyudu. Dünən bir gün isti oldu, istidən şikayətləndik. Soyuq olur, vay, isti olur, vay. Bağımızın bu hissəsində otların hamısı tülkü quyruğudur. Bəlkə xoşa gələ, gözü oxşuyaq. Yüzü bir qəpiyə dəyməyən otdur. Bir neçə gündən sonra lap pis olacaq, quruyacaq. İğnə kimi otdur. Biçib töksən yerə dırmıqlamaq belə olmur. O qədər narındır ki, dırmığın gözünə gəlmir. Bağımızın bu hissəsindən də nə qədər ot biçirdim. Səfəri çəkəndən sonra düşüb o tərəfə, başına malları buraxırlar, bəd nizam adamlar. Gəlib buraları da otlayıb. Yalı yamazı dırnaqlayıb deyikdən sonra. Çayın suyu demək olar ki, stabildir. 15 gündə elə eyni səviyyədə görürəm. Hərdən biraz rəngi tutqunlaşır, lillənir, doğulur. Az qalır ki, yaz ayından 2 ay geçsin. Yayın girməyinə də bir şey qalmayıb, 40 gün. Yay həmişə yazın günlərindən bir qism alırdı, bir qismində qış götürürdü. Yazı o qədər yaşaya bilmirdik. Bu il yaz 3 ayın bütün günlərin istismar elədi. Nə qışa gün verdi, nə də ki yaya. Yeni belirlenmiş torpaqda göyərçin nə axtarır? Çox gözəldir. Boynu ağdı. Başqa göyərçinlərdir. Göyərçin mavi rəngli olanı var. Mavi rəngin tonlarına çalan var. Rum qəzələsi deyirlər ona. Bu bir başqa quşdur. Qışları qıssadır. Boynunun iki tərəfində də ağ xalı var. Qara toyuqlar fevral ayından gəlirlər bağ bağçamızı. Parazitlərdən, həşəratlardan təmizləyirlər. Onun meşə həkimi gəlsin, qutları da müalicə eləsin. Qol qanadını deşməyibsə deməli müalicəyə ehtiyacı yoxdur. Hələ ki sağlamdırlar. Haradan ki ağaçların deşir, qurtları tapır, yeyir. Ağaç böyüdükcə oradan zəifləyir. Külək əsəndə həmin deşiyin yanından qırılıb düşür. Bir də tuta çırpıb, çıxıb çırpanda qorxursan. Həmin yer möhkəm çartıldayır. Kəndimizdə olan nə quşu yoxdur? Qarğanla qəzələ savaşır. Qəzələrin ağzında nəsə vardı, yox. 2 dənə də qarğa bir-birinə girişdilər. Bağımız boks ringinə çevrildi. Qəzələrin ağzında nəsə var idi. Qarğa istədi alsın. Ala bilmədi. Harasa atdı. Qarğalardan biri sağsağanı müdafiə elədiyinə görə o biri qarğa həmcinsi ilə savaşa girdi. Sağsağan da hiləgərdir. Qarğa da quşların bəlkə də ən ağıllısıdır. Onu aldatmaq olmaz. İstillərdən biberlər çox möhkəm olur. İstiyə çox davamlıdırlar. Həmişə isti hava dəymişik pomidorlar.
Ölüşüb, yapışıb yerə biberlər elə bil ki, özləri panikdə hiss edirlər. Soyuğa da davamlıdırlar, istiyə də. Biber badımcan əkildiyi gündən bilmirəm 120 ya 150 gün dedilər, ondan sonra bar verir. Onları yemləyib daha tez bar gözləməyinə dəyməz. Vaxtı gələndə yetişəcəklər. Bar verəcək. Keçən il çox əymişdik. Yığıb qutara bilmirdik. Özü də parıldayırdı. Təzə dərirdik. Bazarda olanlar biraz rəngi tutqun olur. Bilmirsən. Gətirirsən, acı çıxır. Ancaq bizimkilər şirin idi. Bəlkə şirinindən də ola bilər o acılıq. Qaynadıb suyun süzürlər, nəsə eləyirlər. Ancaq biz elə oradan dilimləyirdik. Tavada yağda qızartdın. Fərqli dadı olur. Demirəm ki, ət qədər tutumludur. İnsan uzun müddət acılıqdan saxlayır, ancaq fərqli dadı olduğuna görə bəzən adamın könlünə düşür. Yaman könlümə düşmüsən, bu göyərçin də məndən gizlən qaç oynayır. İki dənə də ağaçdələn var, məkilər yetişəndən sonra gəlir. Nə qədər mək əkmişdik, hamısını didib köynəyindən çıxardırlar, quruyur, xarab olur. Onlar bugün gözə dəymir, özü də bir cütdür. Ştilləri Poladdan almışam, Ordubad bazarında satırdı, ancaq özü sabit kətdəndir. Sırf ştil işi ilə məşğul olur, ən yaxşı ştillər də onlarla idi. Onun qonşusu da var, Çingiz bir ondan da alıb gətirmişdim. Pomidor açdı, daşdı, biber də nə qədər. Keçən elə yaxşı bar götürə bilmədik pomidordan. Doyunca alıb yeyəndən sonra tək-tək qızardı, o da xarab oldu. Ondan əvvəlki il heç olmadı. Yaycıdan Məhəmməd Əlidən gətirdik, o da ştil toxumunu əkmişdi, göbələk yetişdirmək üçün. Qumlu bir torpaq idi ona. Bakteriya zad olmuşdu, neysə ştillər. Biraz böyüdülər, hamısı saraldı. Böyle dedi ki, yaxşı toxumlarım, ştillərim var, gəl sənə də verim. Heç imkan eləyib görüşə bilmədik. Özü sırf pomidorla məşğul oldu. O işin ustasıdır. Bizim pomidor ştilləri böyüyəndən sonra biri 20 kilo bar verir. Hələlik bu videonu da yekunlaşdıraq. Axşam düşməyinə çox var. Növbəti videolarda görüşək.